İmam-ı Baqir əleyhissalamın ki viladət günüdür. Həzrətdən təbərrükən gözəl bir hədis sizlərə oxuyum. Həzrət buyurur ki, usikə bi xəms. Sənə 5 şeyi tapşırıram. Görə Həzrət bizlərə nəyi tapşırır? Bütün şiyələrinə, bizlərə, müsəlmanlara. Həzrət buyurur ki, İn zulimtə fəla təzlim. Əgər sənə zülüm olundu, sən zülüm etmə. Mənə eləyiblər, mən də eləyim prinsipi yoxdur dinimizdə. Çün zülüm pisdir. Kimsə bir pis işi eləyirsə, o deməkdir ki, sənə də icazə verilir, sən də onu eləyəsən. Bu barədə Əhl-i Beytin sirəsi, həyat tərzi bizlərə nümunə olmalıdır. Əhl-i Beytə zülm olunurdu. Əhl-i Beyt məzlumdular. Amma heç vaxt zülmə icazə vermirdilər. Nümunələr. Məsələn, Muaviyə lənətullah əleyhinə Həzrət Əmr əleyhissalamın Səffin döyüşü. Muaviyə su yolunu kəsir. Hətta bəziləri deyir, ya Əmir əl-Müminin biz də kəsək. İnsanlar bu cürdə. Həzrət buyurdu ki, yox. Nümunələr, yəni sadalamaq olar, o qədər çoxdur. Həzrət buyurur ki, əgər sənə zülm olunur, sən zülm etmə. Sənə kimsə zülm edirsə, o deməkdir, sən də ona zülm etməlisən. Hətta düşmənə belə zülm etməyə bizə icazə verilmir. Qanunlar var. Günümüzün nümunəsi, mənfur düşmən, Sehyonistlər, İsrail rejimi. Soyqırım eləyir. Günahsız körpələri öldürür, xəstəxanaları bombalayır, xülasə təcili yardım maşınlarını vurur, heç bir xət gözləmədən, heç bir şeyə rəhm etmədən zülümlər eləyir. İndi onunla döyüşən Allah ordusu o zülümləri edir, yoxsa yox, etmir. Diqqət edin. Dinc əhalini öldürür, yox. Uşaqları öldürür, yox. Hərbi bazaları vurur. Onların hərbiçilərini vurur. Dinc əhalini, körpələri, xəstəxanaları, məscidləri, kilsələri vurmur. Yəni, bu zülm eləyirsə, Allah ordusu zülm etmir. Həzrət də buyurur ki, sənə zülm olundu, deməkdir, sən eləyə bilərsən, sən etmə. Və in xanukə fəla təxun. Əgər sənə xəyanət olundu, sən xəyanət etmə. Kimsə sənə istənilən sahədə xəyanət eləyir, sən etmə. Günümüzdə dərd olaraq, mən bunu istəyirəm işarə eləyəm, ailə məişət məsələsində. Ki, ailədən görsən ki, kişi gedir, xəyanət eləyir, məsələn. İndi belə qəbul edirlər. Xanımlar bunu bu cür qəbul edirlər. Bu işi eləyirsə, deyir, mən niyə etməyim? Mən də edəcəm. Gör, nə cür yanaşır məsələyə. Ya şərikin ticarətdə sənə xəyanət eləyirsə, o deməkdir, hə, o başlayıb xəyanət eləməyə, sən də başlayasan. Dostun dostluğa xəyanət eləyirsə, sən də xəyanət eləyəsən. Yox, Həzrət buyurur ki, əgər sənə xəyanət oldu, sən xəyanət etmə. Və in kuzzibtə fəla təqdab. Əgər sən təksib olundun, qəzəblənmə. Peyğəmbərlər təksib olunubdur. Peyğəmbərlər gəlirdi Allah tərəfindən ki, biz peyğəmbərik, bizə vəhy nazil olur. Bir çoxları onları təksib edirdilər. Peyğəmbərləri, Əhl-i Beyti təksib eləyənlər səni məni rahat təksib eləyər. Yəni təsdiqləməz, yalancı sayar. O deməkdir ki, biz nə dedik, hamı bizi təsdiqləməlidir. Bu olmur, bu cür olmur. Çünki cəmiyyətdə müxtəlif ruhiyyələrə, müxtəlif əqidələrə sahib olan insanlar var. İmam buyurur, İmam Baqir əleyhissalam, təksib olundun, qəzəblənmə. Və in mudihtə fəla təfrəh. Tərifləndin, şadlanma. Tərif edirlər, sən gözəl insansan. Məxsusən son dövrlərdə bir şey, son dövrlərdə belə formalaşıb ki, insanlar bir-birlərin üzlərinə tərif edirlər.
gözəl insansan, yaxşı olan, arxada qeybət çoxalıbdır. Üzə tərif çoxalıb, arxada qeybət. Həzrət buyurur ki, əgər tərifləndin, şadlanma. Və in zumimtə fəla təcza. Həzrət buyurur ki, əgər tənqid olundun, pisləndinsə, dözümsüzlük eləmə, narahat olma. O gün də işarə etdim. İxlası qorumaq üçün gözəl göstəricilər var. Onlardan biri budur ki, bir iş görürsən. Əgər səni pisləsələr, işi pisləsələr, narahat oldun, bil ixlasın yoxdur, ya azdır. Ya işi gördün, tərif umdun, təriflər gözlədin, ya səni tərif eləməsələr, narahat oldun, ya tərif elədilər, sevindin, deməli ixlasın zəifdir, ya yoxdur. Həzrət buyurur ki, səni tərifləyəndə sevinmə. Səni pisləyəndə də dözümsüzlük eləmə, narahat olma.